Ramazan ayıdır. Bu ay müsəlmanlar üçün oruç tutmaq həm də düşünmək zamanıdır. Bu il isə Ramazan ayında ABŞ-dakı müsəlmanlar inanır ki, indi artıq onların səslərini ucaltması vaxtıdır. We express our unequivocal and total condemnation of this act. Onlar Ömər Sadiqi mətnin əməlini qınayırlar. Dövlət orqanları mətnin Orlandodakı gecə klubuna hücumu zamanı İslam Dövləti qrupuna sədaqət andı verdiyini bildirib. Los Angelesdən tutmuş Vaşinqtona dək Amerikanın hər yerində müsəlmanlar deyir ki, hücumçunun əməlləri onların müsəlman inanclarını əks etdirmir. If you are a person of the faith and you have the love of your creator in your heart. Əgər sən dindarsansa və ürəyində yaradana sevgi varsa, burada nifrətə, cinayətə yer ola bilməz. Bu insanlar cinayətkardır. Onlar məqsədlərinə çatmaq üçün hər hansı səbəb irəli sürə bilərlər. That they can get to achieve their goals. Las Vegasda ABŞ Konqresinə namizəd olan müsəlman Amerikalı Justice Bey silahlı şəxsin onu təmsil etmədiyini deyir. That person does not speak for me. Therefore, I do not have to apologize. O insan məni əks etdirmir. Ona görə də mən o insana və ya onun əməllərinə görə üzr istəməli deyiləm. Müsəlman icması olaraq biz bu ölkədə hər bir kəs kimi şokdayıq. Məyus olmuşuq və çox kədərliyik. We are as shocked and as disappointed and as hurt as everyone else in this country. Orlandoda Tariq Rəşid silahlı şəxsi ağıldan kəm adlandırır. But we should not call him a Muslim. Biz onu müsəlman adlandırmamalıyıq. Çünki müsəlmanlar öldürmür. Müsəlmanlar sülh içində yaşayan insanlardır. Quran fərqli icmaların həyat tərzlərinə hörmət etməyə öyrədir. It teaches us to respect the lifestyle of different communities. Vaşinqtonda keçirilən anım mərasimində homoseksual müsəlmanlara mesaj göndərilib. Diqqət müsəlman LGBT-lərə ayrılmalıdır. Onlara söz verilməlidir. Bir müttəfiq olaraq mən onlar üçün platforma yarada bilərəm. Los Angelesdə yerləşən Cənubi Kaliforniya İslam Mərkəzi zorakı ekstremistlərə mesajın verildiyi anım mərasimi keçirib. Allaha inanırsansa, insanların bərabərliyinə inanmalısan və hər bir insanın ləyaqətini müdafiə etməlisən. Biz bu dini təmsil edirik. Sizin istismar etdiyiniz dini deyil. İşit, sən rəzilsən. Müsəlman icma liderləri deyir ki, bütün dinlər arasında birliyin olması çox vacibdir. Onlar zorakı ekstremizmin qarşısının alınması və ölkənin yaralarının sağalması üçün əllərindən gələni etməyə söz veriblər. Vaşinqtondan Nəzə Görsadə, Amerikanın səsi.